Fəruzov Miriş Əzafoğluyum. Mənim Şirvan şəhərində doğulmuşam. 18 ildir qəssablıqla məşğulam. Mənim şikayətim İsmaildandır. Bizi girincelir. Biz gedir yola heyvan kəsməyə gəlmir. Mən bu gecə saat 2-dən səhər saat 5-ə kimi orada olmuşam. Bizi incidir. 51 manat heyvanın birinə pul alır. Heyvanın dərilərini deyir, mənlidir, girin dərinizi hara deyirsin. Bu kimə arxaindir, nə iş görür biz bilmirik. Bizi incidir, bizim heyvanımızı kəsirlər, düzgün kəsmirlər, düzgün bölmürlər, başını düzgün kəsmirlər. Heyvanın qanı içinə vurur, gətiririk, heyvanı sata bilmirik. Ət qanın içində, xahiş edirəm, bana bir tədbir qurasınız. Bu kimə arxaindir, nədir, biz başa aslamırıq. 50 dənə qəssaba, bir qəssab onu heyvanlarını kəsə bilər. Mən deyirəm süzsüz. Bir qəssab olar kəsə bilərsə deyin, biz gedirik orada 10 nəfər, biz bir heyvanı, deməli bizim yuxumuz olmamalıdır. Biz gecə gedib orada heyvan kəsməliyik, səhər-səhərdə gəlib ət satmalıyıq. Buna hansı insan can dözər? Kim dözər buna? Xahiş edirəm, qurumlardan buna bir tədbir qursunlar. Biz işləyəmirik, mən özüm ailə sahibiyəm. Ailəmizi saxlaya bilmirik, çətinlik çəkirik. Bizim heyvanın birində biz onda gələk bir xalqı alladaq, xalqın cebinə girək. Biz bu 51 manatı biz cəmaatdan oğrayaq biz. Bizim başqa əlacımız yoxdur. Tək 51 manat deyil, bizim maşınımız yox. Maşınla biz bir heyvanı aparmalıyıq ora. Hansı maşına biz Şirvana gətiririk 20 manata, 10 manata bizdən artıq pul alırlar. Ora getməyə. Üstəlik bizim ətimiz gəlməlidir bura. Xahiş edirəm adəti qurumlardan buna bir əlac eləsinlər. Bizim vəziyyətimiz çox pisdir. Bizə xahiş edirəm gənə nətər deyirlər. Biz belə olsa, biz gərək gedək prezident aparatın qabağına. Biz dərdimizi deyək, ailəmizi, uşağımıza yığaq, gedək ora. Gedək tökülək ora, qalaq biz şəhərdə. Bizə bir əlac qursunlar. Yoxsa bizim iş yerimiz yoxdur. Mənim 51 yaşım var. Mən bundan sonra gedib harada işləməliyəm, nə var mı? 13 manat bir qoyuna, hansı qoyundan 13 manat pul qalır? Mən o qoyundan 13 manat ona verim. Hansı qoyun, mən kimi alladım da nə varım? Oğruq edeyim mən. Mənə xahiş edirəm, qənə xahiş edirəm. İlham Əliyevdən, Mehriban xanımdan xahiş edirəm. Valla belə olsa, mən bu qəssablarına gedəcəyik, biz töküləcəyik, arvad uşağımızla götürəcəyik, gedəcəyik bu prezident aparatın qabağına. Bizim başqa əlacımız yoxdur. Heç bir şəhərdə belə bir şey yoxdur. Şirvan, bir dənə Şirvandan başqa belə bir şey yoxdur. Təlyanda yoxdur, Sabirabadda yoxdur, Azqabılda yoxdur, Kürdəmirdə yoxdur. Bu hansı, kimə arxaindir bu oyunları çıxardır bu? Gedir ki ora, gəlməyib. Harada qalmışsınız? Bəli, gələcək. Heyvanı kəsirik, peçat yoxdur, gözlüyün. Belə şey olar, belə haqsızlıq olar. Hansı devirdə yaşayırıq, belə haqsızlıq olar. Bunu bizə ağıllı başlı zulüm edirlər. Belə yiyəsizlik olmaz. Xahiş edirəm sizdən, hörmətli prezident, buna bir əlac qurun.